Salam dəyərli izləyicilər. Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən Hacı Bəyverdi məscidinin sabiq axundu Taleh Sadıqov barəsində məhkəmə qərarı çıxarılıb. Sumqayıt.tv'nin Qaynar infoya istinadən verdiyi məlumata görə 1977-ci il təvəllüdlü Taleh Sadıqov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi, yəni dini yığıncaqların, yürüşlərin və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması ilə bağlı protokol tərtib edilib. Məlumata görə inzibati tədbir onun oğlu Yavər Sadıqovun şikayəti əsasında görülüb. Məhkəmədə ifadə verən Yavər Sadıqov bildirib ki, əvvəllər namaz qılsa da, sonradan bunu dayandırdığı üçün atası ilə münasibətləri gərginləşib. Onun sözlərinə görə Rusiyada işlədikdən sonra yaşadıkları evə qayıdıb və atasının dostları ilə birlikdə həyətlərində təxminən 15 nəfərin iştirakı ilə dini söhbətlər keçirdiyini görüb. O, bu vəziyyətdən narahat olduğunu bildirərək polisə müraciət edib. Taleh Sadıqov isə məhkəmədə oğlu ilə arasında ailə məişət zəminində mübahisə yarandığını təsdiqləyib. O bildirib ki, məhz həmin mübahisədən sonra oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək evdə dini tədbir keçirildiyini deyib. Təqsirləndirilən şəxs əlavə edib ki, dinşünaslıq ixtisası üzrə təhsil alıb və mayın 3-ü və 11-də evində ziyalı dostlarını qonaq edib. Onun sözlərinə görə keçirilən görüşlər dini ayin deyil, elmi və dini mövzular ətrafında fikir mübadiləsi xarakteri daşıyıb. Lakin məhkəmə təqdim olunan materialları araşdırdıqdan sonra Taleh Sadıqovu İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilərək ona 1500 manat məbləğində cərimə təyin edib. Mövzu ilə bağlı qarşı tərəfin və aidiyyəti qurumların əlavə açıqlamaları olacağı təqdirdə onları da diqqətinizə çatdıracaq. Əziz izləyicilər, Sumqayıt və ölkədə baş verən ən son xəbərləri operativ izləmək üçün Sumqayıt TV kanalına abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir. Sağ olun. Növbəti xəbərlərdə görüşənədək.